Pasiyentimizə yeni protez düzəltdik. Protezin düzülüşü bu. Sadə bir düzülüşdür. Protez üzərində estetik işlər görülməmişdir. Pasiyentin istəyindən asılı olaraq. Dişlər zamaq-zamaqa belə oturulmuşdur. Yəni birinci sinif oturulma olaraq oturulmuşdur. Sentr dişlərimiz uzun, yan kəsici dişlərimiz qısa, köpək dişləri pasiyentin üzünə yaraşan formada düzəldilmişdir. Çəkilişə icazə verir. Protezin içində heç bir setka falan yoxdur. Bunlar sırf pasiyentin öz istəyindən asılıdır. Burada bortu balaca eləməyimizdə məqsəd dodağın daha qabarıq olmaması üçün. Yadınızdadır? İstəyirdik ki, dodaq daha qabarıq olmasın və protezimizi taxaq. Baxmayaraq ki, bu hissədə bort yoxdur, belə protez vakuum şəklində də tutur, rahat da tutur. Bağlayırıq. Ümumi görünüşə bir fikir versək, ümumi görünüş bağlayın, ağzınızı bağlayın rahat. Belə tamamən burada əsas məsələlərdən biri protez tamamən kip şəkildə də oturmuşdur. Yəni çeynəməyə falan tam uyğundur. Gülürük, rahatca gülürük. Gülürük yanısı. Protezdə ilk etaplarda ümumiyyətlə vakuum protezlərdə daha çox döymələr ola bilir. Bunlar normaldır. Bunlara görə protez gözünüzdən düşməsin. Ümumiyyətlə harda protez düzəltdirirsə düzəltdirin. Bunların olması normal qəbul olunur. Nə qədər sərhədlər dəqiq işlənilsə də. Orada məsələ budur ki, protezi döyürsə, əgər siz gözləyirsinizsə ki, qoy biraz yara eləsin, düzəlsin, bu gəlib sonunda ağrılar verir, əzablar verir və hətta gəlib limfa düyünlərini də şişdirir, deyir boğazım şişdi falan, o protez mənə düşmədi. Yəni o həddə qədər protezi saxlamamaq lazımdır. Gedib protezi vaxtaşırı bir dəfə mi olur, bəzən heç olmur, 2 dəfə mi olur, ya maksimum 3 dəfə gedəcəksiniz, yonduracaqsınız. Həkim orada ən zəruri yerlərindən yonacaq və protezi rahatlıqla işlədəcəksiniz uzun illərlə. Deyirəm, heç bir vaxtı sizləri Allah peşman eləməsin. Bizləri də utandırmasın sizlərin qarşısında. Bizim istədiyimiz bu. Utanmazsınız inşallah, yaxşı olar. Hər şey doğru ünvana gələndə ağlanmazlar. Yaşlılarımızdır, analarımızdır, atalarımızdır, əzizlərimizdir. Hər birimizin gözümüz üstündə yerimiz vardır. Bacardığımız nə varsa əlimizdən gələni yerə qoymuruq. Sağ olasınız.